sabah inşallah bayram başlayır. Dualarımız xalqımız üçündür, millətimiz üçündür, ümmətimiz üçündür. Bütövlükdə dövlətimiz üçün, torpağımız üçün, vətənimiz üçündür və nəhayət sonunda da təşkilatımıza və ailələrimizə aiddir. Bu hər kəsin duası idi, bayrağımız üçündür və bu duaların Allah'tan qəbul olunmasını istəyirəm. Arzu edirəm ki, bütün dualar qəbul olunsun inşallah və atacağımız addımlar, qəbul edəcəyimiz qərarlar millətimiz üçün, dövlətimiz üçün, hər birimiz üçün, təşkilatımız üçün, təşkilatlarımız üçün xeyirli uğurlu olsun deyirəm. Bu gündəliklə işləyək və bu gündəliyin də həyata keçirilməsindən ötürü sizin üçün can sıxıcı da olsa, biraz çətin də olsa, dairələr üzrə namizədlərimizin səsə qoymasını təşkil edək və onlara münasibət bildirək. Bugün hal-hazırki, bugünkü günə bizim əlimizdə sənədlərimiz və iştirak edən partiyaların, yəni 5-6 partiyanın nümayəndəsi bizdən birlikdə iştirak edir. Özümüz buraya daxil olan 5 partiya və üstəgəl bir Nizami Məhəmmədəlioğlu, onun da bir başqa partiya mənsubiyyəti var və bir nəfər də deyəsən bir tərəf müdafiə edirik hələ ki. Yəni 6 partiyanın nümayəndəsi bizim siyahımızda iştirak edir. Hal-hazırda bizim bugün təsdiq edəcəyimiz 70 dairə üzrə namizədimiz var. İndi təsdiq edəcəyik onu. Amma əlimizdə həm də natamam olan 10-a yaxın siyahı da var ki, onu da idarə heyətinin qərar qəbul edəcək ki, məclis müəyyən səlahiyyətləri idarə heyətinə versin. Həmin məsələləri də ardıcıl olaraq yaxın günlərdə, bugün, sabah, növbəti günlərdə digər 10 nəfərləri də təsdiq edəcəyik, onların da namizədliklərini irəli sürəcəyik. 70 dairədən DUİ-yə daxil olan partiyaların namizədləri var. Bundan əlavə həm də DUİ müsavat razılaşmalarının nəticəsi olaraq biz 11 dairədə də müsavatın namizədlərini müdafiə edirik. Beləliklə bizim bugün bu saatda, bu dəqiqəyə olan namizədlərimizin, müdafiə etdiyimiz və iştirak etdiyimiz namizədlərimizin ümumi sayı 81-dir. Amma dediyim kimi əlimizdə seçki qərargahında 10-a yaxın sənəd də var ki, o sənədlər natamam olduğuna görə bugün təqdim edəmirik və növbəti mərhələdə sabah, öncü gün və s. idarə heyətinin qərarları ilə həmin namizədlərin, onların səlahiyyətli nümayəndələrinin təsdiqinə çalışacaq. Xüsusilə də xanımları tənqid edəmək fikrində deyildi, əstağfurullah, bundan müdahil. Burada idarə heyətinin həm bundan sonraki fəaliyyəti diqqət çəkir və seçki qərargahının özümüzdən idarə heyətinin üzvləri də narahat olmağa başlayırlar. Buna görə də mən Ədalət bəyə də təşəkkür edirəm. Digər üzvlərə də ki, sağ olsunlar ki, bunu bölüşürlər, paylaşırlar ki, bu narahatçılıq belə. Bizim xeyli çətinliklərimiz var, xeyli çatışmamazlıqlarımız var. Bu çatışmamazlığı və çətinlikləri mən indi dostlarımızın iştirakı ilə demək istəmədim. Özü də gözəl bilirsiniz. Biz bu mərtəbəyə gəlib, bu 70 nəfəri bu hala gətirənə qədər Azərbaycanda analog olmayan işlər görür. Bütün rayon, şəhər şöbələrinə insanlarımız gelir. Heç bir partiya, heç yaq da belə eləyə bilmir. Siz onun şahidi olmuşsunuz, iştirakçısı olmuşsunuz, döyüşçüsü olmuşsunuz. Mən o məsələdə mütləq sizinlə razılaşmalıyam. Nə üçün öyle ki, birbaşa iştirakçısı olmuşsunuz. Elə şey də var ki, burada bizim mən bildiyim var ki, xahiş edirəm onu heç olmasa dinləyin. Qəbul eləməsəz də dinləyin. Sonra müzakirə açsın, diskusiya açsın. Bu adam burada, onun o siyasi mənsubiyyət məsələsi deyən adam, dostunuz burada dirəşirdi ki, deyir ki, bu bizim partiyanın üzvüdür. Biz belə məsləhət görürük. İndi Allah qoysa, 5 gündən sonra görəcəksiniz hansı partiyanın siyasından çıxacaq. Namizədliyin də Plastik Xalq Cəbhəsi Partiyasının X rayon şöbəsinin konferansını verib ilədi. Sənədlərini də hazırlayıb, imzasını da qoyub, gətirib burada, hətta bizim adamımızın da, bizim dostumuzun da sənədlərini o gətirib. Gəlib burada yolda, qatarda kimlənsə rastlaşır, ya perronda rastlaşıb, razılaşıblar, nəsə olubdur falan. Yəni bu cür olmur. Bax, beləcə Qarabağdan düzmüşük biz. Xahiş edir. Mən diskusiya... Partiyasının rəhbəri Yəni, məsələ belədir. Mən sizin üçün düşünüyorum. Bir-birimizə yardımcı olaq ki, imza toplamaq kampaniyasında sabah, Əjdər bəy, sabahları deyək ki, təcrübə mübadiləsi aparanda, nə bilim, tanıdığımız adamlar var, tanışlarımız var, filan var, bunlar da və s. Bunu edə bilərik. Ölkəmiz balacadır və hamı da bir-birini tanıyır. Ona görə də kifayət qədər tanıdığımız, bildiyimiz əskər yoldaşından tutmuş, qohum arabaya qədər filan adamlar var. Deməli, bütün dairələrdə biz bir-birimizdən qarşılıqlı işlə biləcəyik. Bunu edək. İndi nə üçün bu məsələ çıxıb ortalığa ki, bu məsələ belədir. Bilirsiniz ki, bir sıra çətinliklərimiz olub. Bu çətinliklərin çoxsunu şahidi olmuşsunuz. Biz Ali Məclisimizin sədrindən onun istifa rəzəsini keçən dəfə qəbul eləmişik. Belə hallarımız olur. İdarə heyətinin üzvlərindən gəlməyənlər var və üzüllü səbəbdən və sahildən gəlmir. Keçən dəfə də bir addım atmışıq. Səhv eləməmişsə 3 yoxsa 4 üzv əlavə eləmişik. Belə oldu. 4 üzv əlavə eləmişik. İndi həmin üzvlərdən də birisi
mütəmadi gələ bilmək imkanından məhrumdur və o da buralarda deyil. Allah'a şükür ki, Oktay Bey sağ olun. Həm namizəd Kinəmalinin analogu olmayan ölkə. Ərazisi 20% işğal altındadır. Bizim yenilməz ordumuz var. 80%'in iktidar işğal edibdir. Bizim hələ də belə deyək ki, daha çox danışıqlar keçirdi. Mən ona görə müdaxilə edəmədim ki, mən başlanğıcdan dedim, hörmətli Ali Məclis, İdarə heyətini bu dəfə namizədlərinizi özünüz verin, özünüz seçin, mən sizin məsuliyyətinizi paylaşacağım. Siz məndən paylaşmasanız da. Seçin, mən də qəbul edeyim də belə. Bir dənə bir elementar bir şeydir. Neçə nəfər var burada? Bu saat sayın, xahiş edəm sayın. Mən Hacı İlham Bəydən xahiş edəm, mənə kömək elə. Siz də səsə qoyun. Ali Məclis üzvləri əllərini qaldırsınlar. İndi səs vermək. Bir dəqiqə, biz demokratdan danışırıq, biz başqa sənərdən danışırıq, yəni birimizə qulaq asaq da. Mən sizin hamıza qulaq asmışam. Mənim məclisə geçməm, yəni xahiş edirəm, üzr hesab edirəm və bu gün, yəni hətta 3-cü gün keçirmirik, 6 bazar keçiririk. Həm də birinci dəfə. Bəli, birinci dəfədir mən başqa yerdən gəlmişim. Bu gün elmi çatdırmışam bura. Bu mənim qəbahatim deyil. Hər an başqa oyun gələ bilər. Mən avay edə bilərəm, xəsarət düşə bilərəm. Yəni bunu insanın üçün qəbahatim olmaq lazım deyil. Bu bir. İkincisi, mənim çıxışım kimisə müdafiə etmək üçün deyildir. Mən dedim ki, məclis ahəngində və düzgün davranır. Bu iki. Üçüncüsə, sürət fikirlərlə gedirsə, yəqin də çoxumuz mətbuatı oxuyuruq. Bu günləri mən tam məsuliyyətlə deyirəm, onu fikirlərə görə demirəm. Azərbaycan Xalq Cəbhəsi Partiyasını və onun sədrinin yürütdüyü siyasəti birmənalı olaraq mətbuatda və sosial şəbəkələrdə, internet vasitələrində 200 səfər müdafiə edirsə, onun bir fikət bəydir. Açın portallara baxın, nəyə baxın. Mən bu başqa mən demirəm. Bu partiyanın danışan dili bugün çox azdır. Heç olmasa belə insanlara imkan verək, təbii ki, müəyyən korrektlər çərçivəsində mən də o cavabı təqdir etmirəm. Yəni, açıq deyirəm, mən Loğman bəyin deyir, 2 namizəd var, seçəyə işləsindən, onsuz da qabadan partiyanın qurultaya gəlir, bu müəyyən bir dövr üçündür. Bunu insanlar çevirməyək. Diqqətə görə sağ olun. Mərəzi sənəd hazırlayıblar. Aytəkin xanım və Loğman bəy bir neçə yüz sənədlərə imza qoyacaqlar, bir neçə yüz imza. Mən saat 3-də, gecə saat 3-də imzalanmanı qurtarmışam, indi bəlli olur ki, bir neçə yüz imzada mən atmalıyam, vəkalatnamə təsdiq edəməliyəm, səlahiyyətli nümayəndə. Bununla mı onu eləyəcəyik? Bununla da mani olur. Mən Aytəkin xanımdan və məclisdən də xahiş edirəm. Səs vermə keçirsinlər, məsələni bitirsinlər. Və buradan sənəd işlər bizi gözləyir. Özdə hələ siz uzaq rayona gedənlər. Siz sənəd almasanız buradan getməyəcəksiniz bugün. Onu bilirsiniz. Sənədlərinizi götürüb gedəcəksiniz. Bir də təkrar Bakıya gəlməyəsiniz deyə. Dairəyə gecikmişsiniz. Hər biri sənəd almaz. O sənədlər də komplektləşməlidir. Və birazdan belə bu cürdə danışmaq biraz mənim üçün də ayıb olur. Səs vermək. Xahiş edirəm ki, səsə qoyun. Bayaq Gülqala bəy səsə qoymuşdu. Yox, təkrar səs vermək istədir və hər işli səsə qoyun. Yəqin ki, inciməz ona görə söylədim. Kim Gülqala bəyin idarə heyətinin üzvü olmasının lehinədir, səs verir. Kim Fikrət bəy idarə heyətinin üzvü olmağının lehinədir, səs verir. Bir əleyhinəni sayaq, yoxsa ki... Əleyhinəni sayaq. Əleyhinəni sayaq. Siz lehinə səs verirsiniz. Əleyhinə. Kim Fikrət bəyin idarə heyətinə seçilməsinin əleyhinədir? Ayşəyim səs verir. 5 nəfər. Səs saxlayan. Mən də bir tərəflərə var edirsin. Tamam, təbrik edirəm. 2 nəfərin ikisi də seçildi idarə. Kanunası nəfəsi. Oldu. Yəni məclisimizi... Ey qəhrəmanıqladır şanlı vətənim, səndən ötürü can verməyə cümlə hazırız, səndən ötürü qan düşməyə cümlə qabiliz, üç rəngli bayrağınla məsud yaşa, üç rəngli bayrağınla məsud yaşa, millərlə can qurban oldu, sinən hərbə meydan oldu, hüququndan keçən əskər, hələ bir qəhrəman